Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiya ve mursalin. Ala seyyidina nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdatan min lisani yefqahu qawli. Birincisi, öz və dəyərli qardaşlarım, ilk öncə özümə, sonra sizin hər birinizə uca o böyük olan Rəbbimizdən haqq təqvası ilə qorxmağı nəsihət edirəm. Həqiqətən də uca o böyük olan Rəbbimiz mübarək kitabında buyurur ki, sizin ən hörmətliniz Allahın dərgahında Allahdan ən çox qorxanınızdır, yəni təqvalı olanınızdır. Allahdan qorxmaq uca o böyük olan Rəbbimizin üzərimizdə olan əmrlərini yerinə yetirməyi, nəyi ki bizlərə qadan edibsə, nədən ki çəkinməyi əmr edibsə, o şeylərdən uzaqlaşmaqla insan bu təqva sifətini qazana bilər. Və bilin ki, cənnəti qazanmaq üçün ən böyük və ən başlıca bir səbəbdir insan Allahdan qorxması. Yəni fərqi yoxdur. Harada olursansa o, kiminləsə olursansa o, hansı bir hala düşürsənsə düş. Yəni insan daima bilməlidir ki, Allah Taala, rəqib olan Allah Taala onun bütün əməllərindən, bütün işlərindən, hətta gizlətdiklərin niyyətində olan bütün işlərindən Allah Taala xəbərdardır. Və Allah Subhanahu wa Taala da elə bir mələklər təyin edib ki, üzərimizə ki, o mələklər hər bir əməlimizi, hər bir sözümüzü, hər şeyi qeydə alırlar. Hər bir şeyi qeydə alırlar və qiyamət günü o şeylər hamısı bizim qarşımıza kitab şəklində qoyulacaq. Və necə ki Allah Taala buyurur ki, o günü, yəni kafirlər deyəcəklər ki, vay bizim halımıza, bu necə bir kitabdır ki, böyüklü kiçikli heç bir günahımızı tərk eləməyib, yəni buraxmıyor, hər şey qeydə alınıb. Və insan özü-özünü sorğu-sual etməyə, insan özü-özünü hesaba çəkməyə kifayət eləyəcək. Ona görə də insanın yəni Allahdan qorxması, daima düşünməsi, fikirləşməsi ki, Allah Subhanahu taala hər bir şeyi görür, hər bir şeydən xəbərdardır. Necə ki, ana Ömər radiyallahu anh xilafəti zamanında ana və qızı, hansı ki, anası südə su qatıb satırdı və qızı da deyirdi ki, bəs ana eləmə də. Yəni, bu cürlə insanlara aldatmaq olmaz. Və o da deyirdi ki, bəs Ömər xəbər çatar, sonra cəzalandırardı. O deyir ki, Ömər hardan xəbər tutacaq bu işdən? Hardan bilir mən nə edirəm evdə? Amma qızı Allahdan qorxduğu üçün dedi ki, bəs Allah Subhanahu taala ki, görür hər bir şey. Və Allah Taala da hər bir şeydən xəbərdardır. Buna görə də insan daima düşünməlidir ki, Allah Taala hər bir şey bilir. Elə bir şeylər qiyamət günü qoyulacaq qarşımıza ki, özün təəccüb edəcəksən ki, Subhanallah. Bu haçan olub, haçan eləmişəm bu əməli. Mən heç xatırlamıram belə, amma qiyamətin adlarındandır ki, yevmul həsra, yəni peşmançılıq günü, həsrət günüdür. Peşmançılıq onadır ki, insan yəni bu dünyada etdiklərinə görə nə edir? Orada peşmançılıq çəkəcək. Allah Taala deyir, buyurur ki, gəmirin deyir, əlinizi, ölün deyir acılığınızda. İnsan acılığından barmaqlarını dişləyir. Allah Taala deyir, dişləyin deyir. Amma xeyir olmayacaq o günə. Ona görə bu dünya Allah Subhanahu taala verib ki, müsəlmanlar, insanlar istifadə etsinlər. Və insan da Allahın verdiyi o nemətlərin qədrini bilməli və həmişə Allaha şükür etməli, şükrü artırmalı. Şükür özü böyük bir ibadətdir. Çox böyük bir ibadətdir, qardaşlarım. Ona görə şeytan, iblis dedi ki, sən onların əksəriyyətini sənə şükür edən görməyəcəksən. Demədi, səbr edən, səndən qorxan, dedi, şükür edən görməyəcəksən. Ona görə də insan hər bir nemətin qədrini bilib Allaha şükür etməli, Allaha həmd etməli. Bu günləri nəfəs alırıqsa, havamız varsa Allaha həmd olsun. Vallahi ki, insan gəlir bir anlıq belə başını öz yerindən çıxarsın, baxsın ətrafa, baxsın dünyaya, baxsın müsəlman ölkələrinə, haradakı insanlar əziyyət çəkirlər, çətinlikdədirlər. Yəni, səndə olan Allah Taalanın sənə verdiyi o şərait başqa yerlərdə yoxdur. İnsanlar çətinlik çəkirlər, əziyyət çəkirlər o şeyləri qazanmaq üçün. Sən əgər bu günlər ruzini rahat qazanırsansa, düşün ki, elə insan var ki, vallahi ki, sənin bir günə qazandığı o ayda qazanır. Aya qazanır onu. Bəlkə də ilə qazanır. Və bu, səndə nə etməyi? Allah Taalaya şükür etməyi artıracaq. Daha çox şükür edəcəksən. Daha çox insanlara qayğıkeş, insanlara köməkli eləyəcəksən. Və həmçində Allahın verdiyi nemətlərin qədrini biləcəksən. Və ən böyük nemət hansıdır ki, hansı ki, Allah Subhanahu taala insanlara bəxş edib hidayət nemətidir. Hidayət nemətidir ki, Allah Subhanahu taala bu qədər nemətlərin içərisində, necə ki, Allah Taala buyurur ki, əgər saymaq istəsəniz, Allahın nemətlərini sayıb qurtara bilməzsiniz. Mümkün deyil ki, insan otursun, Allah ona nə veribsə saysın, qutarsın. Bu mümkün deyil. Hətta o cənnətdə
Ən son insan ki, hansı ki, cəhənnəmdən çıxacaq, sürünə-sürünə gəlib Allah Taala onu salacaq cənnətə. O Allahdan istəyəcək, Allah Taala deyəcək, istəyəcək, arzuları tükənəcək, bitəcək, daha yadına heç bir şey düşməyəcək. Nə qədər hər şey istəyəcək. Ondan sonra Allah Taala onun xatirinə salacaq ki, ya bunu da istə, bunu da sənə verirəm, bunu da sənə verirəm. Hə. Ona görə də Allah Subhanahu Taala böyük bir nemət bəxş edib ki, insana ki, sənə İslam nemətini verib. Bax, böyük bir nemətdir. Ki, sənin bu günləri Allah Subhanahu Taala hansı bir qəbilənin içində olsaydın, daşlara, ağaclara ibadət edənlərdən etməyib ki, səni. Daşa, ağaca and içənlərdən eləməyib. Sən Allah Subhanahu Taala elə edib ki, sən Allaha and içirsən. İşində, gücündə, hər bir şeyində Bismillahla başlayırsan. Yeməyində, işində, gücündə, hər bir şeyində Allaha həmd edirsən. Bu böyük bir nemətdir. Və baxın, nə qədər məzhəblər, nə qədər təriqətlər var ki, hansı ki, şirkin içərisində, küfrün içərisində batırlar. Və bunu onlar İslamdan zənn edib edirlər. Halbuki Allah və Rasulü belə bir şeyə əmr etməyib. Ona görə də sən əgər bu gün doğru əqidə, doğru din üzərindəsənsə, bu nemətə görə Allaha şükr etməlisən, Allaha həmd etməlisən. Ona görə də baxın, qardaşlarım, görün nə qədər fikirlər gəlir, nə qədər insanlar, cavanlar görsə ateizmə yönəlirlər, dinsizliyə yönəlirlər, Allahın kitabına. Bizim məmləkətdə belə bir şey olmamışdır ki, kimsə götürsün Allahın kitabına qarşı ədəbsizlik etsin. Bunu da etdilər. Hədislərə qarşı dil uzadanlar var, özlərini ilahiyyatçı sayır, amma Allahın kitablarının hədislərinə, Peyğəmbər s.ə.v-in sözlərinə qarşı dil uzadır. Peyğəmbər s.ə.v-in sözlərinə dil uzadan Allahın kitabına dil uzadır. Yəni, heç bir fərqi yoxdur. Çünki o kitabı, Quran-ı Kərimi bizə çatdıran, həmin o hədisləri çatdıranlardır. Allahın kitabı haradan gəlib düşüb bura? Kimin sözləri ilə gəlib çatır bizə? Sahabələrin sözləri ilə gəlib çatır. Qirayətlər haradan gəlib? O sahabələr oxuyurdular onu. O sahabələr əzbərləyirdilər onu. O Əbu Bakrın radiyallahu anh zamanında toplandılar bir yerə. Yığmaq üçün. Amma sahabələr iddia edirdi. Həmin o sahabələr də həmin hədisləri rəvayət edirlər bizə. Həmin hədisləri gətirib çatdırıblar bizə. Onun göstər getdikcə o fitnələr, getdikcə küfürlər, zəlalətlər daha da çoxalacaq. Aldadıcı deyil fitnələr Peyğəmbər s.ə.v hədislərində. Qiyamətə yaxın çoxalacaq o şeylər ki, insanları səni haqq yoldan azdırsınlar. Peyğəmbər s.ə.v buyurur ki, mömin kimi yatacaq, kafir oyanacaq. Dəhşətə baxın. Mömin yatacaq, kafir oyanacaq. Kafir kimi yatacaq, mömin kimi oyanacaq. Yəni görün nələr baş verəcək ki, o insanın qəlbini çevirəcək onu. Qəlbini onu çevirəcək, Allah qorusun. Ona görə də Peyğəmbər s.ə.v-in bizə verdiyi, Allahın bizə bəxş etdiyi neməti, hidayət nemətini insan Allaha nə etməlidir? Şükür etməlidir, təşəkkür etməlidir. Ki, ya Rabbi, sənə olsun şükürlər olsun ki, sən mənə hidayət vermirsən. Sən məni doğruya yönətmirsən. Sən məni o daşa ibadət edəndən sənə ibadət edən fərqini mənə göstərmirsən. Yəni, sən mənə ölü ilə dirinin fərqini izah etmirsən. Var insanlar ölü ilə dirini ayırt edə bilmir. Deyir, yox, nə olsun ki, o ölü? İstəmək olar ondan. Deyirsən ki, kişi, həkimdir, gelsən həkimin yanına, həkim diridir. Öləndən sonra gedirsən o həkimin yanına. Yox da. Getsən, desən ki, ay həkim, gəl, yenə də falan yerim var. Deyərlər sənə kənardan xəstəsən, ölüb də da bu. Sən təzdən gəlsən ki, hansı salihlərin yanına ki, sayarsan ki, salihdir, gedim onlardan nəsə istəyim. Bunlar ölüblər artıq. Görürsən, sənə Allah Subhanahu taala elə fərq verib ki, sən ayıra bilirsən. Necə ki, Allah Taala buyurur ki, diri ilə ölü eyni deyil, gecə ilə gündüz eyni deyil. Pislə yaxşı eyni ola bilməz heç vaxt. Mümkün deyil. Ona görə insan Allahın bəxş etdiyi nemətə, bu hidayət nemətinə şükür etməlidir. Təşəkkür etməlidir Allah. Ki, ya Rabbi, sənə şükürlər olsun. Əlhamdülillah ki, sən məni bu neməti vermirsən. Bu neməti mənə bəxş etmirsən. Və sonra da o nemətin üzərində sabit qalmaq üçün Allahdan sabitlik istəyirsən. Necə ki, Peyğəmbər s.ə.v daima istəyirdi Allahdan. Ya Rabbi, məni bu nemətin üzərində sabit elə. İhdinə sırat-ı müstəqim. İndi hər gün deyirik, İhdinə sırat-ı müstəqim. Sırat-ı müstəqimdəsən də elə. Sırat-ı müstəqimdə deyilsən. Çünki səni o sırat-ı müstəqimdən azdırmaq üçün bizə nələr var? Bir anlıq belə öz öhdəliyi bıraxsan, bir də görürsən ki, haralardasan. Heç xəbərin də yoxdur. Allahın dininə uca dil uzadırsan. Barmaq göstərirsən. Allah qorusun. Ona görə də ihdinə sırat-ı müstəqim, hər şey istəyirsən ki, ya Rabbi, mənə günədir, doğru, sabit eləmə yolda. Qoyma yenə azın. İnsan öz ixtiyarına bıraxsa sıraz alacaq, dərhal alacaq. Mümkün deyil azmamalı. Yəni səni bu şeydə sabit saxlayan, bu şeydə səni
qoruyan, hamısına gələn Allah Subhanahu Taala'dır. Yəni Allah Taala da sənin fəhmini açır, səni başa düşməyə yönəldir. Sənə verir hər bir şey. Sən bu İslam nemətini neyirsən? Allaha şükrünü çoxaldırsan və həmçinin Allahdan istəyirsən ki, ya Rabbi, məni bu dində sabit elə. Yəni bu dini başa düşməyi mənə yönəlt. Mənə öyrət bunu. Ona görə də alimlərin həyatına baxanda onlar Allaha səcdəyə gedir, Allahdan istəyirdilər ki, ya Rabbi, öyrət. Ey Adəmin, İbrahimin, İsa'nın, Musa'nın Rəbbi olan Allah. Onları öyrətdiyi ki, bizi də öyrət. Məni də öyrət. İstəyirsən ki, Allah Subhanahu Taala sənə bu yolu neysin, doğru düzgün şəkildə öyrətsin. Vallahi ki, çoxdur. Şübhələr görür, nə qədər şübhələr atırlar, nə qədər şeylərlə gəlirlər, məsələlərlə gəlirlər. İnsanları azdırmaq adamsın. Yəni sən elə düşünmə ki, sən ona inanmırsansa, deməli sən yaxşıdır. Gör nə qədər inanan var. Nə qədər inanan var onlara. Vallahi ki, inanan biziz nə qədərdir. Onların sözlərini paylaşanlar nə qədərdir. Ona görə bizim də üzərimizə düşən odur ki, biz də insanlara çatdırmalıyıq, öyrətməliyik. Sən öz dinini, doğru olan dini yaymaqdan utanmamalısan. O xristiyan gəlir, qapını döyür, sən açırsan qapını, kitabı az qalır gözünə salsın. Gəl oxu. O utanmır dəvət eləməyindən. Sən utanırsan dəvət eləməyindən. O batilini yaymaqdan utanmırsan, doğrunu, haqqı yaymaqdan neyirsən? Düşünürsən ki, deyərəm də əybi yox. Sənə Allah Taala ömrü verib, sən o ömründən istifadə edib insanları dəvət etməlisən, insanları başa salmalısan. Gecə və gündüz yorulmadan Allahdan güc istəyərək, qüvvət istəyərək, la havlə və la quvvətə illə billə dəvət aparmalısan, əssalam. Dayanmamalısan bu yolda. Sən dayandın, obursular dəvətlərinə ilcələ. Sən dayandın, oburlar öz dəvətlərini aparırlar. Onlar öz dəvətlərindən dayanmırlar. İblis, şeytan dəvətindədir. İnsanların əlləri ilə nə edir? İnsanların əlləri ilə insanı azdırmağa çalışır. Fitnələrini yayır, şübhələrini yayır, küfürlərini yayır. Ona görə də, qardaşlar, gərək bizim üzərimizə düşən də Allah Subhanahu Taala'nın dininə insanlara nə etməkdir? Dəvət etməkdir insanlara var, hər bir şeylə. Kim bacarırsa malı ilə eləyir bunu, kim bacarırsa gücü ilə eləyir bunu, kimsə bacarır dəvəti ilə, danışığı ilə, dili ilə, əməli ilə, ticarəti ilə, hər bir kəs, hər kəsin öz olduğu sahədə insanları Allahın dininə nə etməlidir? Çağırmalıdır, insanlara doğrunu nə etməlidir? Öyrətməlidir, başa salmalıdır. Və insana verilən ən böyük nemətdir ki, hansı ki Allah Subhanahu Taala bizə bəxş edib ömür. İndi bilmirik nə qədər yaşayacağıq. 60 il, 70 il, 80 il, 50 il. Kimə nə qədər verilibsə, o vaxtını nə etməlisən? Qədrini bilib, doğru düzgün şəkildə vaxtı istifadə etməlisən. Çünki insan bu dünyaya Allah Taala'nın o müəyyən bir ömürlə gəlmirsən. Hansı ki Allah Taala sənə o ömrü verib, o vaxtı verib ki, gələ. Bu vaxtı yaşa, bu vaxtla da istifadə et. O evdə özüm hesabladım. İnsana məsəl üçün Allah Taala buyurur ki, 1000 şəhr, 1000 aydan xeyirlidir. Qədir gecəsi. 1000 ayda 83 il insan ömrü eləyir. Mən götürdüm ki, tutaq ki, bir insan 83 il ömür yaşayacaq. Misal üçün, 83 indi çox nadirdir 83-ə gelib çatanlar. 83 il insan ömür yaşayıb. Yaxşı, bunu götürək 8 saatdan gündəlik insan yatırsa. Bu 8-i vurursan 24-ə, onu vurursan aya, onu vurursan ilə. Hesablayanda gəlir 30 ilin sən ancaq yatmağa yer. 83-dən 30 ilin sən yatmağa gedir qalır. Özünüzü götürün evdə, indi kimsə dərsi də qulaq asırsınız, götürsün, hesablasın. 30 ilin ancaq yatmağa gedir. 10 yaşına kimi də, yəni 10 yaşına kimi də insan nə dərk edib heç bir şey. Onun üzərindən də qələm götürülür. Sən həddi buluğa çatmamısan. Sorğu-sualın yox. 10 ilini də oradan çıx, 40 il. Yerdə qalır 30-40 ilini. Hansı ki o 30-40 ili Allah Taala sənə verib ki, sən onu ibadətdə keçirdəsən. Rəbbinə yaxınlaşasan. O 30-40 ilində görün biz nə qədərini çayxanalarda keçirdirik, boş-boş şeylərinə. Faydasız məclislərdə keçirdirik. Yerdə 20-25 il vaxt qalır ki, hansı ki Allah Taala sənə verib ki, sən onu doğru düzgün şəkildə istifadə et. O Peyğəmbər sallallahu əleyhi və səlləm deyir, qiyamət günü insan gətiriləcək Allahın dərgahına və Allah Subhanahu taala deyəcək ki, baxın onun həyatına, baxın onun ömrünə, onun həyatına baxın, mənim üçün olanı oradan çıxardım. Yəni insan gətiriləcək Allahın qarşısına 60 il ömür sürür. Allah deyəcək ki, baxın onun həyatına orada 60 ildə mənim üçün nə yaşayıb, mənim üçün nə edib 60 ildə.
O 60 ildən kimdənsə 10 il çıxaracaqlar, kimdənsə 5 il çıxaracaqlar, kimdən 3 il, kimdən 1 il, kimdən heç nə çıxarmayacaqlar. O 60 il yaşayıb etsin. Bir dəfə də Allahın qarşısına əyilməyib. Allahı çağırmayıb, dua eləməyib, kömək istəməyib. O süddən deyir, yağı deyir ayıran kimi o südün. Neçə litrdən nə qədər çıxır? Hə. Ona görə də insan həyatı. Hə. Ona görə də insan həyatı da belədir. İnsan gərək o, hansı ki Allah Subhanahu taala sənə ömrü vaxtı verib, sən onu doğru düzgün şəkildə nə edirsən? Tənzimiyyətlə doğru düzgün şəkildə böləsən ki, sonra peşmançılıqca, hamı peşmançılıqca gəlir, hamı. Qiyamət gəldiyi zaman, sorğusu olunduğu zaman, sən hamı peşmançılıqca gələcək ki, ay Subhanallah, mən bu qədər Allah taala vaxt ömür vermişdim, mən niyə gərək bunu faydasız şeylərlə keçirdim? Boş şeylərlə keçirdim. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, Adəm övladı deyir, iki nemət vardır ki, ondan deyir, qafildir. İnsan qafildir o iki dənə nemətdən. Vallahi ki, yəni, belə, necə deyim, bəlkə də hər kəsin evində bir dənə yazılsın bu, qoyulsun bir lövhənin asılsın edən ki, hər dəfə girəndə o hədisi oxuyasan, deyəsən ki, adı olun. İki dənə şeydən qafilsən, bir sağlamlığın, kim sağlamlığın qədrini bilir. Nəsə olanda ayılır o ki, nəsə, yaxşı, otururam diyetaya, hə? Da bundan sonra pəhli saxlayacağım. Nə bilim, vaxt dərmanlarını yox. Ondan sonra deyib ki, sağlamlığın qədrini heç kəs bilməyəcək. Ondan sonra ölənə yaxın insan başlayır öz qədrini bilmək. İkincisi də ki, vaxt. İkincisi də ki, vaxt. İnsan o vaxtını da qədrini bilmir. Boş-boş vaxt öldürmək, vaxt keçirmək. Bir dənə bu vaxt gəlib keçsin, bir dənə bugün keçsin. Elə qovuruq ki, bir dənə tez ki, o qovuruq da sən vaxtı qovmursan, öz həyatını qovursan. Gedir axı, o gedən sənin həyatından gedir. Şeydən gedmir, başqasının həyatından gedmir. O sənin həyatından, sənin ömründən gedir o sən qovulduğun o vaxt. Elə bir insan tələsir, tez. Həsən el-Basri rahiməhullah deyərdi ki, insan dili 3 gündən ibarətdir. Bugün, dünən, bir də sabah. Dünənin artıq qaldı, keçmişdən. Və sabah. Onu geri də qaytara bilmək. Bütün gün səhərdən axşama ki, onun fikrini. Minəl həmmi və həzən. Peyğəmbər sən deyir ki, Allaha sığınarım. Minəl həmmi və həzəndən. Yəni, keçmişdə olan şeylərə görə üzülməyə, gələcəkdə baş verəcək şeylərə görə nə etməyi, fikirlərini, arzularla yaşamaq. Keçdidə dünənləri getdi, artıq sən onu geri qaytaran deyilsin. Nə eləsən də geri qaytaran deyilsin. Gələcək. Arzularla insan yaşayaq. Belə eləyəm, belə olacaq, mən necə eləyəcəm, nə tür olacaq, sabah məndə həyat necə olacaq, nə yiyəcəm, nə alacaq, o filan şey hardan gələcək. Sonra deyir ki, bir də bu günü var. Yəni, həqiqi olan bu günün sən. Hansı ki, sən bu günləri o yaşayırsan, var indi, həmin o günü. Sən bu günləri elə bir şey eləyə bilərsən. Keçmişi silər, tövbə eləməklə. Elə bir şey eləyə bilərsən ki, Allah Subhanahu taala o gələcəyi sənin üçün nə edə? Gözəlləşdirir hamısını. Həm dünyavi, həm də axirətli qazanacaq. Bugün real həyatdasan, arzu ilə, istəklə yox. Məsələn, Allah Subhanahu taala sənin təqdirini necə yazırsa, o cürlə də gedirsən. Görürsən ki, əlləşənlər, vuruşanlar, dərdən qabıqdan çıxanlar var ruzi üçün. Hansı ki, o ruzi yazılıb. Allah Subhanahu taala onu təyin edib sənə üçün artıq. Necə ki, ananın bətnində olanda sən əməlin də, ölümün də, xoşbəxt, bədbəxt olacağın da, ruzinin hamısı yazılır. Allah Subhanahu taala sənə yazıb ki, sənin ana bətnində ki, sən bu insan 60 il ömür sürəcək, ondan artıq yaşayacaqsan deyəm. Yoxdur, ondan əski yaşayacaqsa, yox. Eyni qaydada da Allah Subhanahu sənə ruzu yazıb orada. Bu insan 60 il ömür sürəcək, misal üçün 100.000 manat pul qazanacaq o 60 ilin içində. Ondan 1 manat da, 1 qəpik də artıq qazanmayacaqsan. 1 manat da əski qazanmayacaqsan. Vəssalam, sən onu da yiyəcəksən. Sadəcə, bu elə bir məsələdir ki, buna insan iman olmalıdır ki, bunu həqiqi olaraq şəkildə nə etsin? Qəbul etsin, vəssalam. Və yaşasın onu rahat. İnsan var, səhər çıxır, axşama kimi əlləşir, heç nə qazanmır. İnsan var ki, 1 saat çıxır, işləyir, qazanır, çıxır, gəlir evə. Baxırsan ki, o da o işi görür, bu da işi görür. Allah Subhanahu taala bölüb də o ruzunu. Bunun ruzusu budur. Bu bunu qazanacaq, vəssalam. Bu Həzrət Əli radiyallahu anh bir dənə gözəl sözü var. Deyir ki, insan ölümdən qaçdığı kimi, insan ölümdən qaçırdı. Allah Teala da Quranda deyir ki, qaçdığınız ölüm nə edəcək? Qabaqlayacaq. İnsan ölümdən qaçdığı kimi, ruzidən də qaçarsa,
Ölüm onu haqladığı kimi o İslam gəlib haqlayacaq. Yəni, hara gelirsən gedir, o ruzun nə yazılıbsa, Allah Subhanahu taala sənə verəcək orada. Gedib dünyanın o başına çıxanlar var pulcu. Görürsən, heç bir şey qazanmır, təzədən çıxıb yəni qayıdır gəlir. Ola bilər Allah taala sənə 50 yaşında versin elə bir qapı açsın ki, sənə ki, başından töksün hər şey. Ola bilər də ki, 70 yaşında, ola bilər 60 yaşında. Allah Subhanahu taalanın yazısıdır. Hər kəsənin yazıb. Sadəcə insan doğru düzgün şəkildə nə etməlidir? Allahın dinini yaşadıqca Allah Subhanahu taala da sənə o şeyləri açacaq qapıları. Kimin dərdi dünya olacaqsa, nə yazılırsa ona verəcək. Kimin dərdi axirət olacaqsa, Allah Subhanahu taala buyurur ki, biz ona dünyanı istəmədiyi halda verəcək. Və yaxud da gəlib ki, dünya zəlil formasında gələcək onun yanına. Dünya zəlil formasında gələcək onun yanına. Sahabələr hamısı kasıb idilər. Hamısı kasıb idilər. Və imkanları olanların da əllərindən müşriklər hər şeylə almışlar. Peyğəmbər sallallahu aleyhi ve sellemin yaşadığı diyardan qovladılar. Sürgün elədilər. Daşqalaq elədilər. Lakin Peyğəmbər sallallahu aleyhi ve sellem onlara vəd vermişdi ki, İslam yayılacaqdır hər yerə, narahat olmuyor. Hətta onlar gəlirlər Allah Rasulunun yanına ki, ya Rasul, biz bu əzab əziyyətə, bu çətinliyə nə qədər dözəcəyik? Nə qədər dözəcəyik? Və Peyğəmbər sallallahu aleyhi ve sellem onlara orada bəzi misallar gətirdi. Ki, sizdən əvvəlki ümmətlərdə insanlar var idi ki, dinlərinə görə onların dərlərini deyir, qopardılar, qaşıyırlar bədənlərini. Amma deyir, onlar nə edirlər? Səbr edirlər. Səbr edin Allahla görüşənə qədər. Və Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, bu diyarlarda hamısında İslam yayılacaq. Vaxt gəldi, vallahi ki, elə də oldu. İslam yayıldı və həmin o sahabələr hərəsi bir ölkədə, belə deyim, mer, həmin o şəhərin vəlisi idilər, mer vəzifəsində idilər. Ən balacası. Həmin o sahabələr idi. Allah Subhanahu taala açmışdı onlara hər bir şey. Ona görə də onlar da özləri inanmırdılar ki, yəni belə bir şey ola bilər, belə bir şey olacaq. Amma Allah Subhanahu taala onlara hamısını göstərdi o şeyləri. Kisranın xəzinələrini almasına kimi hər bir şey aralara gelib çıxacaq. O bədəvi ərəblər idi hansı ki, Ərəbistanda idilər. O boyda imperiyalar hamısını nə etdilər? Diz çöktürdülər. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm onlara hamısı xəbər vermişdi, demişdi ki, belə olacaq. Ona görə də qardaşlarım, yəni insan Allahın verdiyi bu hidayət nemətini, qədrini bilməli, bu neməti sevməli və buna görə Allaha daima şükür etməli və bu hidayət üzərində sabit olmasını Allahdan istəməlidir ki, ya məni bu dində sabit elə. Azmağı qoyma. Bu şübhələr, fitnələr, hilələr məni nə etməsin, azdırmasın bu şeydə, bu yolda. Allah Subhanahu taala bu məclisi təşkil edən qardaşım malına, mülkünə bərəkət versin. Belə məclislər gözəldir. Müsəlmanların bir yerə toplanması bizim özümüz üçün də faydadır qardaşlar. Biz də gəlirik, əlhəmdülillah danışırıq, imanımız artır. Yəni düşünməyin ki, tələbədir, hər şey bilir. Yox, hər şey heç nə bilmir. Sizin şəhərinizdə elə imanlı insanlar var ki, o tələbələrdən imanları qat-qat çoxdur. Hər kəsənin öz günahı var, hər kəsənin də öz səhvləri var. Necə ki, İbn Məsud sahabə çölə çıxanda dalıcan tələbələri gəldi və çönürdü, deyirdi ki, onlara ki, əgər bilsəydiniz, mən nə qədər günah edirəm, heç bir dəftər kitab əlimizdə gəlməzdi damınıza. Misalcı deyirəm. Yəni, o cür nə insanlar olan, biz də yəni, bizim də ehtiyacımız var belə şeylərə, belə məclislərə ki, imanımız nə etsin, qalxsın, yadımıza nə salaq, düşünək, özümüzü düzəldək. Ona görə də çalışın, belə məclisləri artırın, qardaşları çağırın, istifadə eləyin. Yanınızda qohum, dost, tanış varsa götür, gətir belə məclisə. Cümə günləri aparmayız. Vallahi ki, elə olub ki, heç namaz qılmayanlar olub. Götürmüşü, gətirmişi cümə günü məclisdə. Dostumuz da demiş, gəl gedim istəməyəm. Yox, mən neyəcəm, mən namaz qılma lazım dedi, gəl. Əlindən tutub gətirmişi məclisdə üstündən 10 gün keçib başlayıb namaza. Vallahi, yəni o qədər olub ki, elə şeylər. Ona görə siz də eləyin. Belə məclislər olur, gətir, qoy otursun, qulaq assın. Qulağı eşitsin Allahın kəlamına, Peyğəmbər sallallahu əleyhi və səlləm sözlərini. Faydadır. Fayda bizim sözümüzdə deyil, fayda o Allahın kəlamındadır, Peyğəmbər sallallahu əleyhi və səlləm sözlərində. Onlar insanların qəlblərini nə edir? Hopurlar, yumşaldırlar. Yalnız biz kimik? Biz kimik ki? Hidayəti də verən Allah Subhanahu taala ki, o kəlmə gedir onun qəlbinə, Allah Subhanahu taala o kəlmə ilə onu düşündürür, ona hidayət verir. Ona görə də Allah Subhanahu taala
bu məclislərimizi də xeyirli, bərəkətli etsin, faydalı etsin və bizi həqiqətən də yəni düşünən müsəlmanlardan etsin, hansı ki, düşünüb ibrət alan müsəlmanlardan etsin. Allah sizdən razı olsun. Kimin nə sualı olarsa, yəni təyyar qardaşımız da buradadır. Allah razı olsun. Subhanakallahumma. Yəni deyək, əşhədən təstəğfiruka və etûbü ileyk. Allah sizdən razı olsun.